Sən Allah. Mama qurban. Sima gilə nə vaxt elçiliyə gedirik? Ne kadar sevmişsən mama. Ne kadar sevindin ay mama. Hindən başladın qaynanalıq eləmək mama. Bu bir gedəyi alaq gətirək ondan sonra da mama da. Qoy məsləhətdaşım görüm nə deyir də. Vaxtları zad olsa gedək. Sən Allah. Şükür sənə Allahım. Nəhayət ki 35 ildən sonra məsləhətləşməyə bir adam tapıldı. Daha mənim heç bir dərdim yoxdur. Ne kadar sevmişsən ay mama. Belə sevinirsən də oğlanın oğlunun xoşbəxtliyinə. Başım elə işdə yemirəm. Yemirsən? Yox. Belə yemirsən heç kimə. Mən də yığışdırıram. Yığışdırırsan mama. Yığışdırırsan. Ben yığışdırmayayım, nə edeyim? Hayır, mən sənin balanam ayrı vaxtsan, Asiman. Mən səni çox istəyirəm, qaqaş. Bəs nə oldu? Mən evladınam ki, bir qolumdan tut, bir 34 dənə ay bana çörək ye, ac qarnına getmə. Belə olur da. Düz deyirsən, sən mənim evladımsan. Mən səni necə yedizdirmək lazım olduğunu yaxşı bilirəm. Sənin o variantların mənə keçməz. Başa düşdün? Hə, başı yemirəm. Yenə deyir yemirəm. 5-10 dəqiqə gözüm qoy, hirsim keçsin, sonra yeyəcəm. Vaxt sürəyim abayı. Fikir versən, 10 dəqiqə necə keçdi Allah. Qopqa deyə qopqa bütün içimi çalatım qurudu be bu.